sizdən gileylənir Şəfiqə xanım. Siz sevginizi dildə ifadə etmirsiniz. Şəfiqə xanım deyir ki, mən bəzən o sevgini eşitmək də istəyirəm. Niyə bəzən kişilər səni sevirəm deməyə çəkinirlər? Kişilərin əksəriyyəti deyir. Bəli. Bəzi kişilər deyə bilmir. Ona görə ki, bu sözü çox ucuzlaşdırıblar. Adam gördüyü işlə özünü sübut eləyər. Bəli. Ki, mən kiməm? Yoxsa mən dilimdə danışım, 1 saat danışım. Əməldə 1 dəqiqə gördüyüm iş Min sözə dəyər. Bəli, bəli. Ona görə. Amma Şəfiqə xanım sizin sevginizdən əmindir. Əmindir ki, siz onu sevirsiniz. Bəli, əlbəttə ki, başqa cür ola bilməz. Hətta mən bir dənə zarafat üçün belə bir sözü vardı Şəfiqə xanımın ki, o vaxt xarici ölkəyə gedəndə mən zarafatcan yoldaşlarım dedilər ki, Şəfiqəyə deyəcək ki, Arif qızlarla belə deyirdi, belə gülürdü, belə oynayırdı. Dedim, deyin də daha yaxşı. Deyin, görün, o nə cavab verər. Şəfiqəyə dedilər ki, Şəfiqə xanım, bilirsən bu Arif Bakıdan çıxdı qırağa, hələ bir o döyür. Dedi, mən icazə vermişəm buna, düz eləyir. O zaman ağıllı qadındı. Bəli. Deməli, mən də ona arxayınım, o da mənə arxayındır.